Azərbaycanın dövlətçilik tarixində ən müqəddəs rəmzlərdən biri üçrəngli bayrağımızdır. Müstəqilliyimiz, azadlıq ruhumuz və milli kimliyimizin təcəssümü olan bu bayraq xalqımızın qürur mənbəyidir. Hər il noyabrın 9-da ölkəmizdə Dövlət Bayrağı günü qeyd olunur. Bu əlamətdar gün Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli sərəncamı ilə təsis edilmiş, həmin il dekabrın 4-də Milli Məclis tərəfindən rəsmiləşdirilmişdir. Azərbaycanın üçrəngli dövlət bayrağı İlk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 il sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb. Bundan bir qədər sonra 1991-ci ilin fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunub. 2004-cü il iyunun 8-də isə Azərbaycan Respublikası dövlət bayrağının istifadəsi qaydaları haqqında qanun qəbul edilərək bu sayədə hüquqi baza daha da təkmilləşdirilmişdir. Dövlətçiliyimizin, milli mənəvi dəyərlərimizin daşıyıcısı olan müqəddəs bayrağımıza ümumilli ehtiram dövlət başçımız tərəfindən yürüdülən siyasətin əsasını təşkil edir. Dövlət bayrağı hər bir vətəndaş tərəfindən müqəddəslik, azadlıq, fəxr və qürur mənbəyi kimi qəbul olunur. Ən müqəddəs rəmzlərimizdən biri olan dövlət bayrağı millətin varlığının təsdiqi, müstəqil dövlətə sahib çıxmaq iradəsinin parlaq göstəricisidir. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabrda başlayan Vətən müharibəsi 44 gün davam edərək şanlı qələbə ilə başa çatdı. Azərbaycan ordusu uzun illər ərzində qurulan düşmən hərbi qüvvələrini məhv edərək tarixi ədaləti bərpa etdi və işğal altında olan torpaqlarımızı azad etdi. Bugün isə illərlə həsrət qaldığımız üçrəngli bayrağımız azad olunmuş şəhər və kəndlərimizdə ən uca zirvələrdə qürurla dalğalanır və qələbəmizin əbədi rəmzinə çevrilir. 2023-cü il sentyabrın 19-da Azərbaycan Respublikası Konstitusiya quruluşunu bərpa etmək məqsədi ilə Qarabağda lokal antiterror tədbirləri həyata keçirdi. Azərbaycan Respublikası Konstitusiya quruluşunu bərpa etmək məqsədi ilə Qarabağda lokal antiterror tədbirləri həyata keçirdi və bununla da ölkənin tam suverenliyi təmin olundu. 15 oktyabr tarixində isə Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağı ucaldıldı. Bugün üçrəngli bayrağımız dövlətimizin gücünü, xalqımızın milli birliyini və həmrəyliyini əks etdirir, müstəqilliyimizin əbədi olduğunu nümayiş etdirir. Bu tarixi hadisələr Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmliyini və milli rəmzlərimizin xalqımız üçün daşıdığı dərin mənanı bir daha təsdiqləyir. Elə buna görə də Müzəffər Ali Baş Komandanımızın sözləri xüsusilə əlamətdardır. Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyi simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Bütün bu tarixi nailiyyətlər və milli rəmzlərimizə olan dərin ehtiram göstərir ki, Azərbaycan xalqı birlik və qürur ruhunu daim yaşadacaq, bayrağımızın mənasına sadiq qalacaqdır. Məhz buna görə də belə bir həqiqəti xüsusi vurğulamaq yerinə düşür ki, xalqımızın ürəyi döyündükcə milli bayrağımız da dalğalanacaqdır.